Deməli, əsəbimdən partlayıram. Bu videonu çoxdan yazmaq istəyirəm, amma şans vermək istəyirdim. Kimə? O boyda Kontakt Home mağazalar şəbəkəsinə, hansının ki, mən illərdir müştərisiyəm. Hansına ki, baxmayaraq ki, başqa mağazalarda məhsullar daha ucuzdur. Mən yenə də Kontakt Home-a gəlirəm. Və sizə belə qısa bir paylaşmaq istəyirəm ki, siz də bu aferistlərin əlinə düşməyəsiniz və bunlardan məhsul almayasınız. Çünki ya məhsulları korlanıb, ya işçiləri korlanıb, bilmirəm. Qulaq asın və nəticəsini siz götürün və edin. Deməli, mən keçən il may ayında bunlardan Xiaomi X Pro 20 Plus dostoran almışam, robot dostoran. Hansı ki 2-3 aydan sonra artıq soğurmurdu, çox pis işləyirdi. Amma tənbəlliyimdən aparıb o məhsulu təhvil verməmişəm. Halbuki mən o məhsulu alanda mənə ağzı dolu deyiblər ki, qızıl qarantiya götür, 3 illik, sən onu sındırsan, nəysə sınsa, sən rahat şəkildə gətirib onu dəyişə bilərsən, pulunu ala bilərsən, nə istəyirsən eləyə bilərsən. Mən üstəlik 300 necə manat qızıl qarantiya pulunu da vermişəm. Gətirdim, göndərdilər servisə və oradakı Nağıyev Rasim adlı işçi mənə dedi ki, əgər servis rəy yazsa ki, bu deməli zavod qusurudursa, sizə 100% şəklində kompensasiya ödəniləcək. İşçimiz deyir, səhv buraxıb, o səhvinə görə sizə 50 manatlıq kupon verə bilərik, amma kompensasiya sizə düşmür. Dedim, necə yəni düşmür? Sizin o Nağıyev Rasim adında işçiniz mənə deyib ki, bəs belə də, qusur olsa 100%'dir, siz sındırmışsınızsa 50%'dir, nəxt şəkildə sənə pul veriləcək. Yenə getdi. Nəysə, bu söhbətlər bir həftədir fırlanır və gözləyirəm. Axır mənə indi zəng gelib deyir ki, 50% kompensasiya düşür mənə, o da kupon şəklində. Yəni yeni məhsulu götürməliyəm. Mən yeni məhsulu artıq götürmüşəm. Çünki səhərsi gün mən mağazaya getmişəm və həmin o Rasim mənə deyib ki, 100% nəxt şəkildə sənə pul veriləcək. Yəni əmin ola bilərsən. İndi zəng eləyən Uğur adında şəxsə deyirəm ki, get, mən xahiş elədim axı, araşdırma aparın mağazanızdakı. Sizin işçiniz mənə yalan danışır. Kontakt Home, mən sizdən nə istədim? Yəni, yaxşı deyirsən 50%, ver 50% kompensasiyanı, sənin işçin dediyi kimi. Zavod qusuru deyilsə, mənə akt göndərməlidir. Onu da hələ də göndərməyib. Sonra nəyə görə mənə kompensasiya düşmür? Rəsmi məktub istədim, onu da ignor eləyir, mənə cavab vermir. Nəyə görə işçin yalan danışıb, onu da mənə demir. Nəticədə elə çıxır ki, yalancı mənəm, aldanılan mənəm və kiminsə səhvinə görə pul verən mənəm.